Salam əziz xanımlar, mən bu gün biskvit hazırladım. İstədim reseptini sizlərlə də daha ətraflı, geniş şəkildə paylaşım. Mən short videosunda söyləmişdim ki, paylaşacağam. İnan ki, zamanım olmadı. Ona görə də indi paylaşmalı oldum. Mən sizə lazım olan məqamlarda səsimi yazacağam, daha ətraflı başa salacağam. Deməli belə, 400 qram mən yumurta götürdüm. Yəni tərəzisi olanlar qrama qram etsələr daha yaxşı olar. Əgər ki tərəzisi olmayan xanımlarımız da ki 7-8 ədəd orta boy yumurta götürməyi məsləhət görürəm. Mən adətən tərəzi ilə işlədiyimə görə belə daha rahat olur. Yəni tam da əminliklə qaranti edirəm ki, biskvit də çox gözəl alınır. Və qoyuram yumurtalar biraz qarışsın mikserdə, yəni mikserin 1-2 sürətində qarışdırıram və 300 qram da şəkər tozu əlavə edirəm. Burada da gördüyünüz kimi çəkirəm. Hətta biraz artıq olduğuna görə bir qaşıq götürdüm. Və mikserin sürətinə qaldırdım və şəkər tozunu da əlavə edirəm. Hissəsi əlavə edirəm. Və burada da gördüyünüz kimi 60 ml qaynar isti, yəni su olmalıdır. Əlavə edirik ki, şəkər tozunu əritsin və köpüyü daha çox olsun yumurtaların. Və burada da 60 ml də duru yağdır. Onu qoydum kənara ki, birazdan ununa əlavə edəcəm. Və unu da çəkdim, burada 300 qramdır. Burada eləmişdim, yəni onu və sonra qaba əlavə etmişdim, 300 qram idi. Və burada da gördüyünüz kimi qarğıdalı nişastəsi əlavə edirəm, 60 qram. Və burada qabartma tozu, vanili gördüyünüz kimi 2 qaşıq əlavə edirəm, amma toplamda 1 çay qaşığıdır. Yəni qaşıq balaca olduğuna görə 2 çay qaşığı, balaca qaşıq 1 çay qaşığı əlavə edilir. Və artıq burada da gördüyünüz kimi xəmirimiz krem şəklində olmalı, çox bərk də olmamalıdır. O zaman biskvitimiz çox bərk alınacaq. Və burada da qarğıdalı nişastası, qabartma tozu və vanilimi əlavə edirəm. İlk öncə onu əlavə edirəm və başlayıram altdan üstə yavaş-yavaş köpüyünü yatırmadan qarışdırmağa. Və burada da gördüyünüz kimi hissə-hissə ununu əlavə edirəm. Və burada da 60 ml duru yağımı əlavə edirəm. Hər hansısa bir yağı istifadə edə bilərsiniz. Və artıq burada yavaş-yavaş qarışdırıram. Və bildiyiniz kimi əziz xanımlar, bir çox biskvit reseptləri var. Bu, yəni mənim üçün ən ideal biskvit reseptlərindən biridir.
İnşallah yaxın zamanlarda başqa biskvit reseptlərimi də bölüşəcəm sizlərlə. Sizdən sadəcə kiçik bir xahişim var. Abunə olub videolarıma abunə olub və like etməyi unutmayın. Və əgər etsəniz, mənimlə də bölüşərsiniz nəticəsini. Amma tam əminliklə deyirəm ki, çox gözəl alınır. Və qızlar, gördüyünüz kimi, əziz xanımlar, burada da xəmirim artıq hazırdır. Və 24 santim olan qəlbdə mən bişirəcəm. Yəni 22 santimdə də edə bilərsiniz, amma yəni o çox hündür olacaq. Yəni necə deyim sizə, daşa bilər də, yəni içinin çiy də qalmış ehtimalı var, amma 24 santimdə çox gözəl olur. Və məndən sizə məsləhət, biskvitlərinizi 160-170 dərəcədə bişirin. Heç vaxt 180 dərəcədə bişirməyin, çünki 180 dərəcədə, yəni ilk başlayanlar üçün deyirəm də, ki, daha gözəl alınsın və içi linç qalmasın. Və burada da gördüyünüz kimi biskvitim hazırdır. Falqasını götürdüm, salfetkasını götürdüm altına və artıq kəsməyə qoymuşam. Amma burada isti idi, yəni mən bunu isti etdim hətta. Yəni çox vaxt gözlədirəm, soyandan sonra edirəm, amma burada isti etdim. İnanın ki, çox gözəl olur, çox zərif biskvitdir, həqiqətən də möhtəşəm olur. Yəni istifadə etsəniz üzünün qabığı, yəni üz hissəsini götürə bilərsiniz. Yəni mən istifadə etdiyim zaman, yəni götürürəm. Baxın hündürlüyünə, görün necə gözəldir, həqiqətən də. Hündürlüyü 16 santim idi. Və üstündən də bastığınız zaman təzədən öz qaydasına qalxır. Və artıq hazırdır. Gördüyünüz kimi həqiqətən də çox gözəl, çox zərif bir biskvit alındı. İnşallah ki, sizlər də hazırlayarsınız və nəticəni mənimlə bölüşərsiniz. Hələlik.